Sülü xanım, bəs Bakıda bildik. Bir ustanız var, 15 ildir yanına gedirsiniz. Bunu artıq əzbər bilirik adına qədər. Bəs Bakıda olmayanda kimə həvalə edirsiniz saçlarınızı? Özümə. Buna baxın. Handa bir usta görün, belə saç vura bilərmi? Mən düşünürəm ki, mən hər zaman peşəkarlara müraciət elədiyim üçün ona görə bəlkə də mən özümdə yaxşı saçımı düzəldə bilirəm. Çünki mən hər zaman salona gedəndə, istər dırnaq ustasında, istər saç ustamda, mən hər zaman onların əllərinə diqqət edirəm. Öyrənmək hər zaman yaxşı şeydir. Ona görə də canlarım, baxın. Bax, nəyi pisdir? Kim deyə bilər ki, bu saç evdə Sülü özü vurub? Ay tövbələr tövbəsi. Düzdürmü? Ona görə siz də öyrənin, elə evdə öz saçınıza baxımı özünüz edin.